Salam uşaqlar. Bugün yine biz DİM Fizika 2025 test toplusuna baxacağıq. Bugün hem beraber təcilli hərəkət, hem orta sürət, nisbi sürət, hem de ki ətrafında yeni test topluları varsa, yani yeni testler varsa onların həllinə baxacağıq. Biz keçən dərs düz xətti bərabər sürətliyə baxdıq. Bugün isə biz bərabər təcilli hərəkət, orta sürət və nisbi sürət anlayışı və ətraflı həll yazılan olan hissədə yeni testlər varsa onların həllərini cavablandıracağıq. Deməli, ilk öncə səhifə 12-də 35 var. Yəni bu yeni testdən. Səhifə 12-də 35 nömrəli test. Sükunət vəziyyətindən hərəkətə başlayıb, deməli V0 sıfırdır. Və təcillərin nisbəti, yəni A2-nin A1-ə nisbəti verilib, o da bərabərdir 2-də 1-ə. Deyir ki, olan iki cisim eyni zaman müddətində, eyni zaman müddəti deyirsə T1 T2-yə bərabərdir. Getdiyi yolları, yəni ki, S1 bölünsün S2 nisbətini tapır. V0 sıfıra bərabərdir, yəni sükunət vəziyyətinə hərəkətə başlayıb, təcillərin nisbəti verilib və zamanlar verilib. Sükunət vəziyyətinə hərəkətə başlayıb, bu şərt daxilində S-in düsturu AT kvadrat bölünsün 2-dir. Yəni A var, bir də T var. S-in bunlardan ibarət düsturu bu şərt daxilində AT kvadrat bölü 2-dir. Düstura görə də S-imiz A ilə düz asılıdır. Onda S1 bölünsün S2 bərabərdir A1 bölünsün A2. Əgər A2 böl A1 2-də 1-dirsə, onda A1 böl A2 belə desək 1 böl 2-də 1 kimi yazaq, o da bərabərdir 2-yə. Yəni birbaşa da yaza bilərsiniz, yəni belə sadə riyazi üsulla da yaza bilərsiniz. Yəni bizdə olur. Bunun cavabı A bəndi. İndi keçək yeni testə. Səhifə 24-də. Səhifə 24-də 120-ci sual. V-nin T-dən asılı verilmişdir. Deyir 5-ci saniyenin sonunda sürəti, yəni Vx-i müəyyənləşdirin. Bunu necə müəyyənləşdirəcək uşaqlar? Bunu təcilin düsturuna əsasən təyin edir. Necə? Təcilin proyeksiyası bilirik ki, Vx çıx V0 x bölünsün T. Vx çıx V0 x. Burada 10 V0 x'i göstərir. Vx çıx V0 x bax bu hissəyə bərabərdir. Yəni Vx çıx V0 x. Onu da bu hissəyə, yəni ki T'yə böləndə artıq bizdə tangens alfa verir. Yəni qarşıdakı katetin bitki kateti olan nisbət. Tangens alfa da riyaziyyata görə sinüs alfa böl kosinüs alfaya bərabərdir. Sinüs alfa ilə kosinüs alfanı orada veriblər. Belə ki, nisbəti eləyir 1. Və buradan da Vx çıx V0 x bölünsün T bərabərdir 1-ə. Vx-imiz yoxdur. V0 x'imiz 10'dur. T'miz 5 bərabərdir 1'ə. Və buradan Vx'i tapırıq. Eləyir 15. Yəni bu da doğru cavab Y-məndir. Sonra gəlirik bizdə 121-ci misala. Yəni elə həmin səhifədə 121-ci misala baxaq. Ən yaxşısı silək. Həmin səhifədə 121-ə baxırıq. V-nin T-dən asılı qrafik verilmişdir. Sürətin proyeksiyasının zamanı asılı qrafik verilib. Qrafika baxırıq. Başlanğıc sürətin proyeksiyası göründüyü kimi 60-a bərabərdir. 10-cu saniyədə Vx-imiz verilib 20. Sualı belədir. T bərabərdir 5 olanda Vx nəyə bərabərdir? İlk
İlk öncə əlimizdə olan qrafiklə nələr edə bilərik, onu müəyyənləşdiririk. Deməli bizdə V0x verilib 60, Vx verilib 20, t-ni də verib 10. Biz buradan AX-i tapa bilərik. O da bərabərdir Vx V0x bölünsün t. Vx bizdə 20, V0x 60 bölünsün t 10'dur. 20'den 60 çıxır, mənfi 40, böləndə 10'a mənfi 4. Sonra isə uşaqlar, Vx-in düsturunu yazırıq. V0x üstəgəl Ax vurulsun t. Yerinə qoyaq. Deməli, t-miz 5'dir. V0x-imiz 60'dır. Üstəgəlinsin. Ax-imiz mənfi 4'dür. T-də 5'dir. 4 5'in 20, 60'dan da 20 çıxanda 40'a bərabərdir. Yani burada da cevap B bəndi. Səhifə deməli 24'də səhifə 25'e keçək. Burada isə deyir ki 125-ci sual. Güllə tapançadan 280 metr/saniyə sürətlə çıxır. Lülənin uzunluğunun ilk 1/4'ni qət etdikdə qazandığı sürəti hesablanır. Hərəkət bərabər təcildir. Uşaqlar, ilk dəfə belə desək, güllənin tapançaya qoyanda başlanan sürət 0'dır. S-in düsturu V kvadrat böl 2 adı. Düsturdan göründüyü kimi S V-nin kvadratı ilə düz asılıdır. Kvadratdan azad eləsək, onda kök altı S V ilə düz asılıdır. Yəni tərsinə desək, V kök altı S ilə düz asılıdır. Bax, yəni deyirəm. S V kvadrat bölünsün 2 adı. S'imiz V'nin kvadratı ilə düz asılıdır. Kvadratdan azad edersek kök altı S V ilə. Yəni V kök altı S ilə düz asılıdır. İndi bizdə deyir ki 1/4'in qət edir. Yəni S'in 1/4. Yəni S'imiz 4 dəfə azalır. S 4 dəfə azalarsa onda V'imiz kökə salsaq 2 dəfə azalacaq. Onda V2 bərabərdir. V bölü 2. V'ni də verib bizdə o 280'dır. 280'i bölürük 2'ye. Bu da bərabərdir 140'a. Yəni ki doğru cavab C variantı. Bu da oldu sizdə 125-ci daha doğrusu sual. Keçək sonra. Deməli yeni test toplusunda yeni tipli test səhifə 26'da 133. Səhifə 26'da. Yenə Vx'in T'dən asılı qrafik verilmişdir. Birincisi, ikincisi və üçüncüsü. 1, 2, 3. Sual belədir. Təcillərin proyeksiyalarını verilmiş hissələrdə müqayisə et. Necə müqayisə edirik? Ümumiyyətlə təcilin proyeksiyası Vx çıx V0x bölünsün T. Biz də bilirik ki, yuxarıda duran kəmiyyət aşağıda duran kəmiyyətə bölünübsə, bu tangens alfaya bərabərdir. Yenə də bilirik ki, riyaziyyata görə tangens alfa 0-90 intervalında artdıqca artır. Deməli, Ax alfa ilə düz asılıdır. Birincinin T oxu ilə əmələ gətirdiyi bucaq, yəni olacaq alfa 1. İkinci T oxuna paralel olduğuna görə alfa 2 0'dır. Üçüncünün T oxu ilə belə desə, əmələ gətirdiyi bucaq alfa 3 ilə işarə etsək, şəkildə gördüyümüz qədərilə alfa 1 alfa 3'dən böyükdür. Onda belə çıxır ki, A1 A3'dən böyükdür. Alfa 2 0 olduğuna görə A2 də 0'dır. Deməli, A1 A3'dən böyük, A2 də 0'dır. D bəndi. Bu da oldu bizdə 130-cu sual. Sonra keçirik 156. Səhifə 28'də.
səhifə 28-dən 156-ya baxırıq. Başlanğıc sürəti verilib. V0 bərabərdir 4 metr böl saniyə. Düz xəttli bərabər təcillə hərəkət edib. S-i bərabərdir 8-ə və son sürəti də 8-ə bərabər. Göründüyü kimi yeniləşən hərəkət edib. Çünki başlanğıc sürət 4, son sürət isə 8-dir. S-in düsturu onda olacaq. V kvadrat çıx V0 kvadrat bölünsün 2-ə. Bizdən də təcili istəyir. Düsturdan təcili tapsaq. V kvadrat çıx V0 kvadrat bölünsün 2s. Yerinə qoyuruq. 8-in kvadratı çıxılsın 4-ün kvadratı bölünsün 2 vurulsun 8'e. 8'in kvadratı 64, 4'ün kvadratı 16, 2 8'in də 16. 64'dan 16 çıxanda 48, böləndə 16'ya 3. Yəni burada cavabımız 3'dür. 157-ci suala baxsaq, bunun tərsidir. Yəni burada artıq S-i istəyir. Başlanğıc sürəti verilir. V0 4'tür. A-nı vermiştir 3 və B-ni vermiştir 8. Yenə də sürətlərə ilk öncə baxmalıyıq. Çünki yeniləşən və yavaşlayan hərəkətdə düsturlar fərqlənir. Yəni daha doğrusu qeyd edeyim bura uşaqlar. Yeniləşən hərəkətdirsə, onda S-in düsturu V kvadrat çıx V0 kvadrat bölünsün 2A. Yavaşlayan hərəkətdirsə, onda S bərabərdir V0 kvadrat çıx V kvadrat bölünsün 2A. İndi bizdəki yeniləşən olduğuna görə bu düsturu yazacağıq. 8'in kvadratı 64, V0'ın kvadratı 4'ün kvadratı 16, 2 vurulsun 3'ə. Bu da bizdə bərabərdir uşaqlar. 64'dan 16 çıxanda 48, 48'i 6'ya bölsək 8. Yəni burada da cavab bizdə artıq 8. İndi gəlirik 158-ci misala. Elə həmin səhifədən. Sükunət vəziyyətindən deyib, sükunət vəziyyətindən deyirsə V0 sıfırdır. Deyir, sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cisim 10 saniyədə T bərabərdir 10, 20 metr yol gedib. S bərabərdir 20. Təcilini hesablayın. Yenə belə desək, əlimizdə olanlardan ibarət düsturu yazsaq, AT kvadrat bölünsün 2'dir. A-nı tapsaq, 2S böl T kvadrat. Yani A bərabər 2 vurulsun S 20 bölünsün T kvadrat, yani 10'un kvadratı 100. Bu elir 40 bölünsün 100 bərabərdir 0,4. Bu da oldu bizdə 158-ci sual. Eyni sual 159'da da vardır. Yenə sükunət vəziyyətinə hərəkətə başlayıb, yəni V0 sıfırdır. T verilib 5 və S verilib yenə 7,5. Və yenə buradan A-nı istəyir. Yenə də eyni düstur. 2S böl T kvadrat. Yəni 2 böl 7,5 bu elir 15 bölünsün 25. Yəni 15 böl 25 bu da 0,6. Bu da oldu sizdə 159-cu misal. İndi gəlirik 161-ci misala. ...161-ci misala gəlir. V-nin T-dən asılığı verilib. İki, 10, 6, 3, 6, bu da 7. Deyir, X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanla asılı qrafiki verilmişdir. Onun bərabər yeniləşən hərəkəti müddətində getdiyi yolun uzunluğunu tapın. Uşaqlar, bərabər yeniləşən hərəkətdə zaman artdıqca sürət modulu artır. Zaman artdıqca sürətin modunun artdığı hissə bax budur. Baba bu hissədir. Və bu hissədə gedilən yolu tapmaq üçün fiqurun sahəsindən istifadə edə bilərik. Düsturdan da yaza bilərik. V-nin T-dən asılığı veriləndə fiqurun sahəsindən istifadə eləmək belədirsə ən yaxşı alternativ yoldur.
Düzdür. Diyen dilim düsturun da hesabını yaza bilərik. Fiqurun sayəsindən də hesab edə bilərik. Onsuz da ikisi də eyni şeyə gəlib çıxacaq. Fiqur bu fiqurdur. Göründüyü kimi trapesiyadır. Alt oturacağı 10, üst oturacağı 2, bölünsün 2, vurulsun hündürlüğü də 3'dür. 12, 12'ni 2'ye böləndə 6, 6 üçün 18. Bu oldu sizdə 161-ci misal. 162 və 163 üçün lövhəni silək. Çünki o biraz genişdir. Yüz 62-ci misal. İlk öncə verilən qrafik çəkək, sonra isə şərti oxuyaq. Deməli, Vx-in t'dən asılığıdır. Birinci cisim. Dört. Bu ikinci cisim. Bu da 16. Kısa oxu üzrə hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamanı asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayan andan 10 saniyə sonra maddi nöqtələr görüşür. Deyir 10 saniyə sonra maddi nöqtələr görüşür. İlk öncə elə bu cümləni təhlil edirik. Görüşüblərsə, deməli x1, x2-yə bərabərdir. Müşahidəyə başlayan anda, müşahidəyə başlayan yəni t bərabərdir 0 anında onlar arasındakı məsafəni tapın. Onlar arasındakı məsafəni tapın. Uşaqlar, t bərabərdir 0 anında aralarındakı məsafə başlanğıc koordinatların fərqinə bərabərdir. Yəni biz bunu tapacağıq. İndi verilənlərə əsasən bunu necə tapa bilərik uşaqlar? Deməli bizdə ilk 10 saniyə ərzində getdikləri yolu tapacağıq. Amma ilk öncə x-ı nə deməkdir onu bilək. X-ımız uşaqlar x0 üstəgəl s deməkdir. x1 üçün yazacağıq x01 üstəgəl s1. x2 üçün yazacağıq x02 üstəgəlinsin s2. T bərabərdir 10 saniyədə və t bərabərdir 10 saniyədə x1 x2-yə bərabərdir. x1 bərabərdir x2. x1'in yerine yazaram. x01 üstəgəl s1 bərabərdir x02 üstəgəlsin s2. Biraz yerlərini dəyişdirək. Yəni ki x01 çıx x02 bərabərdir s2 çıxılsın s1-ə. Modulunda nəzərə alsaq x01 çıx x02'nin modulu bərabərdir s2 çıxılsın s1-ə. Buradan gördüğümüz ne oldu ki? Yəni ki, aralarındakı məsafə bərabərdir 10 saniyə müddətində getdiyi yer dəyişmələrin fərqinin moduluna. Mən nə deyirəm? 10 saniyə sonra cisimlər görüşüblər. Cisimlər görüşdüyünə görə x1 x2-yə bərabər. X-in düsturu x0 üstəgəl s olduğuna görə birincisi üçün də yazdıq, ikincisi üçün də yazıb bərabərləşdirdik. Sonra isə sadəcə x-ləri bir tərəfə deyək, s-ləri bir tərəfə keçirtdik. Aralarındakı məsafə bizdə t bərabərdir 0 anında bu olduğuna görə bu da ki, yəni göründüyünüz kimi bu da ki buna bərabər olduğuna görə biz bunu tapacağıq. Amma nə vaxt? 10 saniyədə. S1 və S2 isə yer dəyişmədir. Vx-ın t'dən asılığı veriləndə də yer dəyişmə, yenə deyirəm, Vx-ın t'dən asılığı veriləndə də yer dəyişmə fiqurun sahəsinə bərabərdir. Onda S1 bərabər. Birincinin t oxu ilə əmələ gətirdiyi, bax, bu, belə desək, fiqur üçbucaqdır. Göründüyü kimi bir tərəfi 10, digər tərəfi 16'dır. Onu da yazacaq 16 vurulsun 10 bölünsün 2, o da bərabərdir 80. İkincisinə baxırıq. İkincisində qrafik budur. Bunun t oxu ilə əmələ gətirdiyi fiqur, çəkirəm onu. İkinci fiqur, bax, budur. Bu trapesiyadır. Gördüğünüz kimi alt oturacağı 16'dır. Üst oturacağı budur. Bu ise 4'tür.
bölünsün 2, hündürlüğü də 2, göründüyü kimi 10'dur. Vurulsun 10. 16 üstə 4, 20, 20'ni 2'ye böldük. 10, vurduq ona, bərabərdir 100. Gətirib burada yerinə qoysaq, olacaq 20. Yəni bu 80, bu da 100, yerinə qoyanda 20. Deməli, t bərabərdir 0 anında cisimlər arasındakı məsafə, yəni buradakı belə də oxla da çəkək, arasındakı məsafə 20 metr olmuşdur. Bax, bu oldu sizdə 162-ci misal. Biraz qalsın. En azından videoya baxanlar heç olmasa. %63-cü misalda eyni ilə bu tipdədir. Yəni ki, biri məndən, biri belə desək sizdən olsun. Yəni 163-cü misalda eyni tipdədir. Eyni şeylər soruşulur. 164-cü misala baxırıq. 164-də təcilin zamanı asılı proyeksiyası verilib. İlk öncə dediyimiz kimi şəkil çəkin, sonra isə verilənlərə baxaq. 1, bu 2, dörd, bu da 3. Başlanğıc sürət verilib 2'ye bərabərdir. İlk 3 saniye ərzində cismin getdiyi. Deməli uşaqlar, başlanğıc sürət verilib 2'dir. Deyir təcilin zamanı asılı proyeksiyası verilmişdir. İlk 3 saniye ərzində onun getdiyi yolu hesablayın. Bu etaplı məsələ sayılır. Yəni burada təcil müəyyən zaman müddətində qiymətini dəyişdiyinə görə biz 2 etapdan istifadə edib gedilən yolu tapacağıq. Bunun üçün ən yaxşı usul qrafik qurmaqdır. Çünki qrafik qurarkən belə desək daha rahat tapa bilirik. İlk öncə zamanın 0-1 aralığı deyə buna. Zamanın 0-1 aralığı. Bu zaman təcilimiz 2'dir. Başlanğıc sürətdə verilib, o da 2'dir. Biz buradan birinci saniyədə son sürəti tapa bilərik. Sürətin düsturu V0 üstəgəl AT'dir. O da bərabərdir. V0'ımız 2, A'mız 2, T'miz isə 1'dir. 2'ni 1'ə vurduq. 2 üstə 2 elədir 4. Qrafiki buradan çəkirəm. Deməli, Vx'ın T'dən asılılıdır. Başlanğıc sürət 2'dir. Deməli, 2'dən çıxacaq. 1 saniyədə isə 4 olur. 1 saniyədə isə 4 olur. Bu birinci etap. İndi isə davam edirik uşaqlar. T bərabərdir 1-3 aralığı. Zamanın 1-3 aralığında təcilimiz 4 olur. Bax burada başlanğıc sürət ən önəmli etap. Uşaqlar, əgər təcil müəyyən bir müddətdən sonra dəyişibsə, onda ikinci etapda başlanğıc sürət birinci etapın son sürətidir. Yəni yeni hərəkətin başlanğıc sürəti əvvəlki hərəkətin son sürəti sayılır. Ona görə V0 artıq 2 yox, 4 götürəcəksiniz. Bax, yenə deyirəm, sonraki etapda təcil dəyişibsə, əvvəlki hərəkətin son sürəti, yeni hərəkətin başlanğıc sürəti. İndi yenə də V-ni tapırıq. V0 üstəgəl AT. V0'ın yerinə 4, A-nın yerinə 4, T-nin yerinə gəldikdə isə, bax burada diqqət edək, 1 ilə 3 aralığı olduğuna görə 3'dən 1 çıxacaqsınız. Yəni sonraki 2 saniyə deyək ona. Bu da bərabərdir. 4 üstə gəlinsin. 3'dən 1 çıxanda 2, vuranda 4'ə 8. Bu deyilir 12. Deməli 3-cü saniyədə sürət 13 olur. Biraz bu qrafik yuxarı çəkək. Deməli Vx biraz aşağı bunlar qiymətlərin biraz 4, bu da 12. Bunları düzgün şəkildə qoyaq. Bax, bu da oldu bizim V'nin T'dən asılılıq qrafiki.
Yenə dedim, bunu da düsturla yaza bilərik. Qraf qurarkən də yaza bilərik. Məsələn, düsturla yazıb V0'ı tapıb, sonra məsələn, oradan biz S bərabərdir V0 T üstəgəl AT kvadrat bölünsün 2 düsturunu da tətbiq edə bilərik. Yəni, o etabı da gedə bilərik. Artıq burada iki figur var. Biri bu figurdur, digəri isə bu figurdur. Yəni, ikisi də göründüyü kimi trapesiyadır. S1, bu da S2. S1 üstə gəlinsin S2. Yol dediyinə görə ehtimal onsuz da müsbətə də deyil. Amma yol dediyinə görə modullarını toplamalıyıq. S1 üstə gəlinsin S2'nin modu. Bərabərdir. Bunun alt oturacağı 4, üst oturacağı 2, bölünsün 2, vurulsun 1. Üstə gəlinsin. Bunun alt oturacağı 12, üst oturacağı göründüyü kimi 4, bölünsün 2, vurulsun, qismə gəldikdə. O 1 ilə 3'ün arasıdır. Ona görə burada 3 minus 1 yazıram. Yəni ki 2'dir. 4 üstə 2, 6, 6'nı 2'ye bölsək 3, üstə gəlinsin 12, üstə gəl 4, 16. Bu da bərabərdir 19'a. Bu da oldu bizdə 164-cü misal. Yenə də deyirəm, yəni düsturla və yaxud da qrafiklə hansı uyğundursa, yəni sizə yaza bilərsiniz. Məsələn, düsturla belə bir şeydir ki, birinci etapda biz S1'i tapacaqdıq, V0 T üstə gəlinsin AT kvadrat bölünsün 2, bizdə V0 burada var 2'dir, T'miz 1'dir, A'mız da ki 2'dir. Bu birinci etapda. S2'ni tapacaqdıq, ikinci etapda yenə eyni düsturu yazırıq, V0 T üstə gəl AT kvadrat bölünsün 2. Burada artıq V0 4'dür, yəni bura artıq 4'ü qoyacağıq. T'nin yerinə 2'ni qoyacağıq, çünki 3 ilə 1'in arasıdır. Yenə A'nın yerinə 4'ü qoyacağıq və ondan tapacağıq. Bu da ikinci etap. Sonra da S'ləri toplayacaqsınız. Yəni hansı sizə uyğundur. Bu oldu 164. Yerdə qalan misallar köhnə topluda olan misallarla eynidir. Yenə də hansı misal istəsəz düz xətti və bərabər sürətli və dəyişən sürətli hərəkətdə biz onun izahlarını verə bilərik. Sağ olun, salamat qalın.